Həzrət Əmir Əl-Mominin kimi yetimlərin qabağında ağlayardı. Dizlərini qucaqlayıb ağlayardı. Amma Əmr ibn Əbdəbəlin qabağında elə məharətlə deyərlər. Bir dənə zərbə kifayət eləyərdi ki, cinlərin və insanların qiyamətə qədər elədiyi ibadətdən əfsəl oldu. Bu cür olar. Əli bu cür istəyir insanlar olmaq. İstəyir şiəsi bu cür olsun. İstəmir aciz olsun. İstəmir məzluma hakim kesilsin. Xeyr. Məzluma hakim kesilmə. Məzlum hələ məzlum olsa zülm olunub da. Nə vaxta qədər zülm olunacaq? Həzrət Əli onu deyirdi. Həzrət Əli onu deyirdi ki, amma yetimlərin qabağında nə edirdi? Ağlayardı Əmir Əl-Mominin. Zahirən yetim. Biz hələ bugün yetimik də. Yetim deyilik, yetimik. Atamız da olsa da, anamız da olsa da, indi birinin atası rəhmətə gedib, anası rəhmətə gedib. O yetimlik oradan deyil. Yetimlik budur ki, insan əlinin vilayətini qəbul edir. Münafiq əgər bir söz isə dərhal münafiqin sözünə baxırıq. Hə, düzdür. Bir bax gör kim deyir də bu söz. Bax gör hansı aspektdən çıxış edir bu insan. Bax gör hansı mövqedən çıxış edir. Hansı qalxusdan çıxış edir bu insan. Möminlərin bugün zəlil olmasında münafiqlərin böyük zəhmətləri var. Böyük uğurları var. Çünki o özlərində möhkəmdirlər.